Trump başkan olan bir ABD-nin bugün hansısa məsələdə müzakirələrə çıxması, hansısa bir məsələni müzakirələrə gətirməsi, mən hesab edirəm ki, çox təhlükəli məsələ. Bəs bugün Amerika Birləşmiş Ştatlarının mətbuatı, demək olar bir neçə mətbuat qurumları, səhər saatlarında mən izlədim ki, yazır ki, Birləşmiş Ərəb Əmirlikləri İrana hücum edə bilər. Körfəz dövlətlərinin İrana hücumu nə dərəcədə realdır? Körfəz dövlətləri adı dövlətdir, Zahir bəy. Burada böyük imkanlar, yeraltı zənginliklərdən yararlanaraq ayrı-ayrı tayfaların marionet hakimiyyətini biz dövlət kimi dəyərləndirməməliyik. Körfəz dövlətlərinin hamısını bir yerə yığsaq, yəni Körfəz dövlətləri sayılan dövlətləri, onlar İran ordusunun deyərdim ki, bir bölümünə bacara bilməzlər, bölümündən bacara bilməzlər. Yəni savaşa. Bütün Körfəz dövlətləri. Məsələn üçün, Körfəz dövlətlərinin əskərləri dünyanın ən zəif ölkəsi nə ola bilər deyək, onunla savaşa gedə bilmir. Yəni, deyək ki, İranı müqayisə eləsə deyərlər ki, İranın üstünlüyü haqqında danışırıq. Amma belə götürək, Körfəz dövlətləri Mozambiklə bir savaş apara bilməz. Bu da yəni heç mənasızdır da. Bu dövlət deyil ki, Zahir bəy, orada hansısa bir əskər görmüsünüz. Oranın ən güclü tərəfi havadan savunma və havadan hücum gücüydü. Onların da hamısını Amerikadan alırdılar. Bütün üsləri, eyni zamanda uçaqları, füzələri. Və məlum oldu ki, bugün Körfəz dövlətlərini İran 2 dəqiqədə hər yer, istədiyi yeri vura bilir. Sənin belə bir havadan savunma sistemin varsa, niyə sən hələ bir füzə göydə vurulmuyor? İstədikləri yeri İran vurub, Körfəz dövlətlərində. İsrail aşüzənə dönənə qədər görürsünüz bir ay keçdi, az qala. Bugün İsrailin ən ağır günüdür, bunu İsrail mətbuatı özü O deyirəm aşüzənə dönənə qədər də, çünki İsrailin üzərində bir güc... Təmir qübbə deyirdilər. Deyirdilər, o da getdi, aşüzən oldu. Yəni o aşüzən olana qədər, amma müdafiə olunurdu axı. Nə qədər minlərlə füzə atırdılar, onun 50-60 dəki hədəfə gedirdi. Amma Körfəz dövlətləri ilə ilk gündən bu hücumların qarşısında aciz qaldı, heç bir reaksiya verə bilmədilər. İndi belə bir Körfəz dövlətləri hansısa bir, deyək ki, savaşa girə bilərlərmi ki? Bu, Körfəz dövlətlərinin savaşa girməsi İran üçün toy bayramdır. Niyə? 2 dəqiqədən sonra bir də baxarsınız ki, İran əskərləri Dubaydan, Ər-Riyaddan, Hovadan, ayrı-ayrı şəhərlərdən açıqlama verirlər, bəyanatlar yayırlar. Bəs Candar bəy, İranın içindən necə məlumatınız varmı? Bilirsiniz ki, İranda internet yoxdur, məlumatsızlıq var. Bugün bir neçə beynəlxalq mediada İranda insanların küçələrə çıxıb dəstək nümayiş elətdirdiklərini göstərdilər. Yəni bir neçə kadrları izlədik. Sizin necə içəridən hər hansısa bir məlumatınız varmı? Bugün bizim İrana baxışımız İranda olan Türkiyə mediasının nümayəndələrinə baxışıdır. Onlar bilirsiniz kifayət qədər güclüdülər. Demək olar bütün televizyon kanallarının artıq nümayəndələri İranda yerləşib, oradan açıqlamalar verirlər. Üst-üzə müqayisə edəndə görürük ki, bütün televizyon kanallarının mövqeləri üstə düşür. Deməli, xəbərləri doğru yayırlar. Və eyni zamanda təbii ki, İranda mən deməzdim ki, bugün xalqın %100-ü savaşın yanındadır. Amma savaşın əleyhinə olanda adam yoxdur meydanda. İçdən qəbul etməyənlər varsa da, o iradələrini sərgiləyə bilmirlər. Bu da bir gerçəkdir. Amma böyük mənada bu gerçəkdir ki, İran xalqı xalq olaraq bu savaşda vətən müharibəsi anlayışıyla
savaşı tam mənada dövlətin xeyrinə gerçəkləşməsini dəstəkləyir, onun uğruna mübarizə aparır. Hər hansı bir şəxsi çətinliklərini önə çıxartmırlar. Hər çətinliyin önündə vətən anlayışı durur. Vətən anlayışı da düşmən güclərin, pedofil dünyasının bölgəni işğal eləməsinə qarşıdır. Bu kontekstdə bizim müzakirələrə daha çox baxmalıyıq. Mən bilirəm ki, savaş zaman aşamasından çoxaldıqca, zaman çox keçdikcə, günlər, aylara çevrildikcə İran xalqı daha mətinləşir. Daha qələbəyə inamı artır və dünənə qədər 5 milyon ölümü hazır idisə, bugün bəlkə də 50 milyon insan ölümü hazırdır. Ölər, vətəni dəki pedofillərə verməz anlayışı hakimdir. Amma İsraildə görürsünüz, artıq zaman keçdikcə xalq etirazları güclənir. Hətta son günlər bilirsiniz, İsrailin bütün şəhərlərində böyük etiraz aksiyaları gerçəkləşdirdi, savaşı bitirində. İnsanlar savaşmaq istəmir, heç əskərlər savaşmaq istəmir. Eyni zamanda Amerikada da görürsünüz ki, artıq milyonlarla insanlar etiraz aksiyalarına qoşulurlar ki, savaş olmasın. Bu İrana olan sevgi demək deyil. Amma Amerika xalqı hər gün görür ki, bu savaş davam etdikcə onun iqtisadiyyatına böyük zərbə dəyir. O, marketə girirdi, dünən aldığı 1 manat aldığı bir məhsulu bugün 2 manat alırsa, Amerikalı bununla ölçür və bunun da səbəbkarı müharibə olduğunu bilir. Və o anlayışla da müharibənin olmaması uğrunda bir mücadilə içərisindədir ki, rahat dolana bilsin, yaşaya bilsin, işləyə bilsin, onun mücadiləsini aparır. Və eyni zamanda görürsünüz ki, bu savaş artıq dünya dövlətlərini etkiləyir. Bu artıq savaş İsrail, Amerikanın İranla savaşı sınırlarını aşıb. Dünya dövlətləri bugün iqtisadi cəhətdən böyük sarsıntı keçirirlər. İran tərəfindən savaşan, deyək ki, savaşda İrana dəstək verən, belə deyək, Rusiya dövlətini götürsək, Rusiya dövləti qazanan tərəfdir, iqtisadi cəhətdən. Həm savaş bölgəsində, Ukrayna savaşında fikir yayınır, daha çox xərci getmir, insanlara az ölür bugün. Və eyni zamanda da neft və qazını daha bahalı qiymətə sata bilir. Neft və qazdan söhbət düşmüşkən, elə İranın özü müharibədən əvvəl 42 dollara satılan İran nefti müharibə müddətində bugün 127 dollar, 147 dollar civarında satılır və bu onu göstərir ki, bu müharibə müddətində İran özü də xeyli qazanc əldə edib. Təbii, hətta Hörmüz boğazından gəmilərdən hər birindən 2 milyon dollar pul alır. O tələb qoyub ona, amma alır mı? Ayrı-ayrı körfəz dövlətləri petrol alan gəmilər yoxdur, götürən, daşıyan dövlətlər. Bəli. Onlara deyib ki, buradan keçirsiniz, rahat keçin, 2 milyon dollar para verməlisiniz. Hə, dedilər ki, bu 47 ildə o dost münasibətləri artıq bitdi. Biz bundan sonra burada pul Körfəz deyir, mənimdir. Boğaz mənimdir, Boğaz da mənimdir, anlayışı ortadadır. Deyir, körfəzdən ortaq yararlana bilərik. Amma Boğaz mənimdir, buradan keçəməzsiniz. Çünki körfəzin elə bir xüsusiyyəti var ki, Zahir bəy, o körfəzin yox, Boğazın. Ora çox dayaz bir yerdir. Amma gəmilərin keçəcəyi yer, ərazi, İran ərazisinə düşür. Heç kim də deyəməz ki, bu sənin ərazin deyil. Bu boğazı idarə edən bugün, kontrolda saxlayan İran tərəfi də hər dövlətə deyir ki, buradan gəmilərini götürə bilərsən, neftlə tankerlərini daşıya bilərsən. Amma 2 milyonu ödəyəcəksən. 2 milyon. İndi bu təbii ki, hər kəs eləmir, yəqin ki. Amma bir kural artıq ortadadır. İran bütün mənalarda məncə iqtisadiyyatını müharibə zamanı zəiflədən dövlətlər içərisində deyil. Hətta maaşları da artırdılar, yəqin ki, baxdınızda. Mən düşünürəm ki, İrana bugün Çin maliyyə dəstəyi verir.
bunu biraz həm də savaşın İran əleyhinə olmasın düşüncəsində olan dövlətləri də burada nəzərə almalı. Onlardan birincisi bilirsiniz Çindir. Çin savaşda tərəf kimi iştirak eləməsə də, bu dəqiqə hər kəs bilir ki, həm texnoloji dəstəkdə, informasiya dəstəyində, uzay dəstəyində Çin İrana tam mənada dəstək verir. Ona görə görürsünüz ki, Amerika və İsrail çox güclü bir texnoloji üstünlüyə malik olan dövlətlərdir də, özəlliklə uzaydan, internet dünyasından, bütün dünyanın hər tərəfinə nəzarət edə bilirlər. Amma İranın son dövrlər içinə sıza bilmirlər o qədər. Çünki artıq texnoloji məhdudiyyət yaranıb olar üçün. Dünənə qədər onlar İranın rəsmlərini rahat öldürə bilirdilər, doğrumu? Yerini də təsbit edə bilirdilər. Çünki onda texnoloji üstünlükləri vardı hər yerdə. Amma bugün artıq o üstünlüklər əllərindən çıxdığına görə öldürə bilmirlər.